Bu andan itibaren çalışacağım ki sırasıyla tedbirimizde iştirak eden konuklarımıza söz vereyim ve inşallah onların da çıxışlarıyla bu tedbiri, bu anım gününü devam ettirəcək. Ama ben ilk önce tabii ki meclis sahibəsi, hürmetli şəhid anası, hamımızın sevimimiz olan Sima anamızı yanıma davet edeceğim. Ama tabii ki yalnız değil, Turan Tovuz Şəhid Anıları Birliği'nin hürmetli rəhbəri Elmar kardeşimizle, Elmar Bey ile beraber davet edeceğim. Ki onlar birlikte bugün bir meclis sahibi olarak hem konuklarımızı salamlasınlar, hem de onlara razılıklarını bildirsinler ve fikirlerini bizimle bölüşsünler. Buyuraq. Değerli şəhid ailələri, məni istəyib gələnlər, hamınız xoş gəlirsiniz. Bütün şəhidlərin yeri cənnət, məqamları ucadan olsun. Sizə qurban olum ki, bu məni siz tək qoymuyorsunuz. Allah sizi var eləsin. Cəmi şəhidlərimizi ruhunu şad edilsin. Bu günləri burada dəyərli vaxtınızı sərf edib gəlib şəhidimizin ziyarətində, şəhidimizin anasını, əzizlərini, yaxınlarını tək qoymadığınız üçün, ona mənəvi dəstək olduğunuz üçün hər birinizə təşəkkürümü bildirirəm. Allah hər birinizdən razı olsun. Allah ruhunu şad eləsin cəmi şəhidlərimizin. Şəhidlər bizim qürurumuzdur, şəhidlər bizim baş tacımızdır. Biz insanlar yaşadıkça şəhidləri yaşatmağı özümüzə borc bilməliyik. Kimliyindən asılı olmayalım. Yəni bir insanlıq borcumuz olmalıdır, bir vəzifə borcumuz olmalıdır. Onu özümüzə dərk eləməliyik ki, bizlər üçün canından keçən, bizlər üçün qanını tökən şəhidlərimizi hər zaman anmalıyıq. Onları heç bir zaman unutmağa və unutturmağa imkan verməməliyik. Mən Aşədən qırağa çıxım, yaxın bu neçə gündə qonşu qardaş ölkədə, Türkiyədə gördünüzmü bilmirəm, izləmiş olarsınız sosial şəbəkədə. Bir avtobus şoförü şəhid yoldaşından şəhid qızını avtobusa götürmədiyi üçün qıraqdan bir nəfər gəlib avtobus şoförü necə güllələyir. Niyə o şəhid ailəsini, şəhid yoldaşına o cürünə dəyər verilirdi? Bizim ölkəmizdə də, Azərbaycanda da şəhidlərimizin ailələrinə o cür dəyər verilməlidir, o cür yüksəklərdə tutulmalıdır. Çünki onlar bizlər yaşayaq deyə, bizlər canımız, yəni bu dünyada rahat yaşayaq deyə, qeyrətli, namuslu, şərəfli yaşayaq deyə öz evlatlarını bizlər üçün şəhadətə uzatdılar, şəhid verirlər. Sadəcə bir yoldur, sadəcə diqqətimizdir. Onsuz da şəhid ailələri heç kimdən heç nə istəmir. Sadəcə bir diqqət istəyir. Mənəvi dəstək olaraq, onları yolda görəndə hörmətlə, etimaldan yanaşaraq, onlara öz dəyərimizi göstərərək onları biz yaşada bilərik. Allah cəmi şəhidlərimizin ruhunu şad edilsin. Bizlər bugünkü günü yaşayırıqsa, bizlər bugünkü günü evlatlarımızla, valideynlərimizlə bir yerdə isə, biz həmən şəhidlərimizin hesabına bir yerdəyik. Tovuz rayonu bütün dünyada tanınan bir rayondur. Mən deyərdim, Azərbaycan qədər olmasa da, onun qədər də olmasa, biraz da olsa, amma tanınır. Bütün dünyada tanınan bir rayondur ki, bu da qəhrəmanlığın adıdır. Birinci Qarabağ müharibəsində bizdən qabaqki nəsillər canlarını verdilər, qanlarını verdilər, amma Tovuz rayonundan bir qarış torpaq vermədilər. Ərazimizdən bir qarış vermədilər. Dəfələrlə düşman buna cəhd eləsə, dəfələrlə içimizdən satqınlar da çıxsa, düşmanla razılaşsa belə, yenə də düşman buna nail olmadı ki, Tovuz torpağına bir qarış zəbt eləsin. 12 yıl döyüşlərində indiyənə qədər olan hadisələr olmuşdu, 12 yıl döyüşlərinə qədər. Amma 12 yıl döyüşlərində olan qığılcım Azərbaycanın heç bir sərhəd bölgəsində olmamışdı. 12 yıl döyüşlərində millətin Ağdam kəndinə yığışmağı, orada əskərlərimizin arxasında durmağı, əskərlər keçərkən onlara ruh yüksəkliyi verməyi bütün dünya səs saldı. Və 44 günlük Qarabağ müharibəsinin azad edilməsində Tovuzun özünün böyük bir rolu var. Çünki bütün dünya göstərdi ki, əgər torpağını işğaldan azad edilmək istəyirsənsə, bu təzə əskərlərin, hərbiçilərin yüküdür. Bu vətəndaşların yüküdür, vətəndaşlar həmişə əskərin arxasında olmalıdır. Tovuzda olan döyüşlərdə, Tovuzda olan əskərlərin heç bir arxasını boş görmədi. Hansı arxaya çöndürsə gördü hala arxasındadır. Və 44 günlük vətən müharibəsində də müharibə başladı, bütün Azərbaycan Qarabağa yollanıldı.
Qarabağda da əsgərlərimiz söndü, arxasında əhalini gördü. Arxasını həmişə dolu görən əsgər heç vaxt vətəni tərk eləməz, həmişə irəli gedər. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Allah Ali Baş Komandanımıza can sağlığı versin ki, bugünkü günü qüdrətli ordumuz var. Azərbaycan xalqı əmin əllərdədir, əmin ordu əllərindədir və dünyada səsimizi çıxardacaq qədər yox, sözümüzü deyəcək qədər yüksəlmişik. Hər kəsə təşəkkür edirəm. Allah hər birinizdən razı olsun. Sağ olun, minnətdaram.